bir məsələni istəyirəm diqqətinizə çatdırım ki, bu ayda çalışın, Allahla ünsiyyət yaradın. Bir çox alimlərimiz bir məsələ buyurubdur. Buyurubdur ki, Allahla ünsiyyət bağlamaq 3 halda mümkündür. Birincisi, ibadətə üns bağlamaq. İnsan ibadətə üz bağlayır. İkincisi budur ki, xəlvətə çəkilməklə üns bağlamaq. Görsən ki, gedirsən bir yerdə xəlvətdə özün üçün Allahla danışırsan, naz-niyad edirsən və insanlardan uzaq yerlərə gedirsən və yaxud da evdə hansısa bir ziyarətdə çəkilirsən bir tərəfə və orada Allahla ünsiyyət bağlayırsan. Amma üçüncüsü var. Üçüncü budur ki, Allahla üns bağlamaq. Bu Allahla üns bağlamaq birinci və ikincidən fərqlidir. İnsan birinci ilə ikincidə ola bilər. Üns bağlaya bilər, təklikdə gedər. Görsən ki, məsciddə, ziyarətgahda ünsiyyət bağlayarsan Allahla, dərdləşərsən, ağlayarsan hətta. Amma üçüncüsü başqadır. Üçüncüsündə Allah şərtdir ünsiyyət bağlamaqda. Məsəl üçün, buna necə misal göstərək? Bir insan həccə gedib və neçə dəfə də gedib həcdən sonraki olan o həclər ki var, gedirlər həcc günü yox, yəni qeyri-həcc günü. Gedirlər, gəlirlər və yaxud da Kərbalaya gedibdir. Kərbalaya neçə dəfə gedib. Amma indi ona deyirlər ki, ay hacı, sən neçə dəfə həccə getmisən, sən neçə dəfə ümrədə olmusan, sən neçə dəfə Kərbalada olmusan. Bəli, nə qədər xərc çəkmisən? Məsəl üçün, lan qədər. Ay hacı, bir nəfər var, onu evdən çıxardırlar. Kirədədir, evdən çıxardırlar. Sən gəlib bu dəfə getmə. Sən o getdiyin pulu gətir ver onun kirəsin, pulun abırı getməsin. Deyir, yox, mən gedirəm həccə. Bu Allahla ünsiyyət bağlamayıbdır. Bu həcclə ünsiyyət bağlayıb, Kərbala ilə ünsiyyət bağlayıb, Allahla ünsiyyət bağlamayıb. Allahla ünsiyyət bağlayan gətirər verər onun abırını qoruyar. Mərəşi ağa, Allah ona rəhmət eləsin. O, bizim çox əzəmətli müştəhidlərimizdən olubdur. Təxminən bir 20-30 il bundan qabaq dünyasını dəyişib. Bütün varın, dövlətin bilirsiniz bunu. Demişəm mən dəfələrlə. Hamısını qədimi kitablara veribdi və indi də Qumda xanım Məsumənin ziyarətin yanında kitabxanası var. O kitabxana dünyanın ən qiymətli kitabxanasıdır ki, bu gün hamı ondan istifadə edir. Amma bir dəfə də həcdə olmayıbdır. Amma gətirib ona xümus veriblər. Nə qədər əlində xümus olub? Bütün varın, dövlətin ancaq Allahın buyurduğu yollara sərf edib, gətirirlər bir gün ona pul verirlər ki, ağacan, buyur, sən imkanın yoxdur deyirsən, gedə bilmirsən həccə, buyur ala bu pul, bu da həccin pulu. Bu sevinir, çox sevinir ki, şükür Allaha, həccə getməyə şərait yarandı. Üstündən bir gün, 2 gün keçir, gəlirlər ki, ağacan, qonşuda bir xanım var, mömin xanımdır ki, mütləq əməliyyat olmalıdır. Əgər əməliyyat olmasa, dünyasını dəyişəcək. İmkan da yoxdur o qədər pulu tapmağa. Fikirləşir, götürür həmin pulu, verir ki, alın, bu əməliyyata bəs edir, bəli, gedin onu müalicə edin. Üstündən müəyyən qədər keçir, bəli, həcdən hamı gəlir. Həmin adamlar gəlirlər, ağa salam aleyküm, aleykümüssalam, həccin qəbul olsun. Ağa buyurur ki, mən həccə getmədim. Niyə ağacan, sənə ki, pul verdik, bütün xərci ödədik. Dedi, mən necə gediydim o həccə ki, orada deyədim ki, ləbbeyk, Allahümmə ləbbeyk. Allah, gəlmişəm sənin huzurundayam, amma qonşumda da ki, pulsuzluqdan canını tapşırıb öləydi. Yəni, belə hac insana lazımdır. Bir dəfə ömrümdə belə bir insan gördüm, özü məscidizdədir. Deməli, təxminən bir 10-15 il bundan qabaq yadımda olan gəldi, mənə dedi ki, mən Kərbalada olmuşam. İndi hər dəfədə oğluma pul verirdim, təxminən bir 15 yaşı var. Pul yığırdı ki, ata, sənlə gələn il Kərbalaya gedəm. Artıq Kərbalanın pulu düzəlibdir. İndi eşitmişəm ki, mən də həmin adamı tanıyıram, çoxuz da tanıyırsınız həmin adamı. Bir nəfər müminin balası ağır vəziyyətdədir. Ata, bəs onun ki, eşitmişəm ki, ağır vəziyyətdədir, mən istəyirəm Kərbalanın pulunu verəm ona. Mən başqa vaxtı yenə yığaram 1-2 il, 3 il nə qədər yığaram, sonra gedərik. Mənə dedi, hacı, sən necə baxırsan? Oğlum getsin Kərbalaya, yoxsa o pulu aparıb uşağın xəstəliyinə versin? Dedim, vallahi o uşaq bu düşüncədədirsə, bir rəhmət ilahidir bu, bir ilahinin nemətidir bu uşaq. Heç böyüklər görsən, heç bəlkə də o haqda fikirləşməz. O uşaq ki, o haqda fikirləşib, verin o xəstə uşağa. Görün, bir 15 yaşında evlad, gör nə fikirləşir. Neçə dəfə Allah ona həcc Kərbala yazıb bir Allah bilir. Yəni, Allahın istədiyi budur ki, insan Allahla ünsiyyət bağlasın. Nəinki hansısa
bir özünün xeyri üçün.